Salam, dəyərli müəllimlər və müəllim olmaq istəyən namizədlər. Mən kurikulum təlimçisi Aytən Hüseynova. Sizlər üçün növbəti test izahını edəcəm və öncədən onu qeyd edim ki, hər ay sınaq qruplarımız açılır və sonuncu sınaq qrupumuz açılır. Kimlər ki, sonuncu sınaq qrupumuza qoşulmaq istəyirsə, qeyd edilən nömrə ilə əlaqə saxlaya bilər. Yəni, menecerimiz Nura xanıma yazıb qeydiyyatdan keçə bilər. Qeyd edim ki, imtahan gününə qədər davam edəcək sınaq qrupumuz və hər gün sınaqlar paylaşılır. 20 testdən ibarət sınaqlar paylaşılır. Bilmədiklərinizin izahı verilir. Əlavə olaraq da həftədə 2 dəfə canlı dərsimiz olur sınaq qrupumuzda. Bəli, müəllimlər, baxırıq testdə aşağıdakı situasiyalardan hansında müəllim yanlışa yol verir. Müəllim dərsdə qrup işi tətbiq etməzdən əvvəl şagirdlərlə birlikdə qrup qaydaları tərtib edir. Həmçinin şagirdlərə bu iş forması haqqında məlumat verir. Bəli, müəllimlər, bu doğru yanaşmadır. Əgər qrup qaydalarını şagirdlərlə birgə etsək, bu qaydalara daha yaxşı əməl etmiş olarlar. Digərinə baxırıq, müəllim şagirdlərin dinləyib anlama bacarıqlarının zəif olduğunu müəyyənləşdirdikdən sonra onlara həmin mətnləri təkrar dinləməyə şərait yaradır. Bəli, baxırıq ki, bu situasiyada görür ki, şagirdlər zəifdir, dinləmə bacarıqları zəifdir, zəif inkişaf edib. Bu baxımdan da onların təkrar dinləməsinə şərait yaradır. Bu da doğru yanaşmadır. Digərinə keçid alırıq. Müəllim dərs prosesində şagirdləri həssaslıqla izləyir, onların səhvlərini davamlı olaraq düzəldir ki, şagirdlər dərsin sonuna qədər dərsin məqsədinə çatsınlar. Elə yanlışımız bu olacaq. Çünki müəllim şagirdlərin yerinə onu yanlışlarını düzəltməməli idi, ona istiqamət verməli idi. Yanlış soruşur bizdən, elə C variantımız yanlış olacaq. Digərinə keçid alırıq. Müəllim ilin əvvəlində şagirdlərə çətinlik dərəcəsi müxtəlif olan tapşırıqlar verərək onlar haqqında bir çox məlumat əldə etmək istəyir. Bəli, bu da doğru olacaq və daha sonra digərinə keçid alırıq. Dərs zamanı bir neçə şagird müəyyən aralıqla dərsə gecikir və bu proses digər şagirdlərin diqqətini yayındırdığı üçün öyrənmə prosesinə mənfi təsir edir. Verilənlər arasında müəllimin hansı fəaliyyəti bu prosesin təkrarlanmaması üçün səmərəli həll yolu ola bilər? Deməli, dərsə gecikən şagirdlərə qiymətləndirmə meyarlarını yenidən izah etmək, xeyr, bu doğru ola bilməz və dərsin hər mərhələsində refleksiya aparmaq, xeyr, bu da əlavə vaxt itkisinə səbəb olmuş olacaq. Digərinə, sinif qaydalarına riayət etməyin vacibliyini şagirdlərlə yenidən müzakirə etmək. Bəli, öncədən deməli, müəllimin, yəni sinif qaydalarını tərtib etməlidir müəllim və o sinif qaydalarına yenidən riayət etməyin vacibliyini şagirdlərlə müzakirə etsə, bu zaman daha məqsədə uyğundur. Keçid alırıq digər testimizə. Müəllim şagirdləri nəbatət bağına ekskursiya aparmağı planlaşdırır. Onlar burada müşahidələri əsasında qeydlər götürməli, sinifə geri döndükdən sonra isə hesabat yazmalıdırlar. Ekskursiya zamanı müəllim təhlil apararaq müəyyənləşdirir ki, şagirdlərin demək olar ki, yarısı fikirlərini ifadə etməkdə çətinlik çəkir və onların təxminən 1/4-i kifayət qədər müşahidə etmə bacarığı nümayiş etdirmir. Verilmiş situasiya ilə bağlı hansı fikir yanlışdır? Yenə bizdən yanlışı istəyir. Bəli, müəllimlər, baxaq, müəllim şagirdlərin fəaliyyətini müşahidə edib təhlil etməsi onun tədrisə düzgün yanaşmasının göstəricisidir. Bəli, burada müşahidə edir və onların yəni yanlışlarını necə etdiklərini təhlil edir. Bu doğrudur. Digərinə baxırıq. Şagirdlərin müşahidə bacarıqlarının zəif olması, onların tənqidi düşüncələrinin də inkişafına ehtiyac olduğuna deməyə ehtiyac, yəni əsas verir bizə. Bəli, bu da doğrudur. Keçid alırıq digərinə. Müəllim şagirdləri məktəbdən kənar fəaliyyətə cəlb etməklə şagirdlərdə yumşaq bacarıqların inkişafını təmin edir. Bəli, bu da əslində doğrudur və keçid alırıq digərinə. Müəllimin hər bir şagirdin təcrübə və bacarığının fərqli olmasını qəbul etməməsi
onun təlimi düzgün təşkil etməsinə mane olur. Belə bir yanaşma yox idi burada. Elə ona görə də bu yanlışdır. Keçid alırıq digərinə. Müəllim tədris prosesində yeni mövzunu izah etsə də, şagirdlərə biliklərinin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir. Həmçinin şagirdlərin dərsi necə mənimsədiklərini yoxlamır. Müəllim daha çox dərs prosesində özü danışır və şagirdlərin maraqlarını nəzərə almır. Verilmiş situasiya ilə bağlı verilmiş hansı fikirlər doğrudur? Burada birincidə müəllim şagirdlərin maraqlarını nəzərə almaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Deməli, bax müəllimlər burada deyir ki, tədris prosesində yeni mövzunu izah etsə də, şagirdlərə yeni biliklərini möhkəmləndirməsi ilə bağlı heç bir tapşırıq vermir. Bəli, maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olacaq. Elə biri bir olacaq. Digərinə keçid alırıq. Müəllimin bu davranışından onun mədəni davranış etik prinsipinə əməl etmədiyini görürük. Bu yanlışdır. Xeyr, bu olmayacaq. Biri də daha sonra üçüncüyə baxırıq. Müəllimin davranışından peşəkarlıq və fərdi məsuliyyət etik prinsipinə əməl etmədiyini müəyyənləşdirmək olar. Elə biri də 3 olacaq. Deməli, 1 və 3 olacaq. Digərinə də baxaq. Müəllimin keyfiyyətli təhsil vermək hüququndan düzgün istifadə etmədiyini görmək olar. Ümumiyyətlə, bu yanlışdır. Keçid alırıq digərinə. Riyaziyyat dərsində müəllim şagirdlərə kubut sahəsi ilə bağlı izah verir. İzahın verilməsinə baxmayaraq, uşaqların bir çoxu dərsi anlamır. Müəllim bunu nəzərə almadan növbəti dərsi keçir və bu hal zəncirvari olaraq digər mövzuların mənimsənilməsinə də təsir edir. Beləliklə, summativ qiymətləndirmə zamanı uşaqların nəticəsi aşağı olur. Bu hal valideynlərin də narazılığına səbəb olur. Verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur? Bəli, bizdən doğru olanı istəyir. Baxaq, müəllim illik planlaşmaya görə hər dərs yeni bilik və bacarıqlar formalaşdırmalı olduğundan şagirdlərin cari dərslə bağlı çətinliklərini göz ardı etmək məcburiyyətindədir. Xeyr, göz ardı etmək olmaz. Bu halda doğru yanaşma deyil. Digərinə keçid alırıq. Müəllim şagirdlərin öyrənmə tərzini nəzərə alıb fərqli metodlarla mövzunu tədris etsəydi, bu hal yaşanmazdı. Bəli, doğrudur. Elə B variantımız doğru olacaq. Keçid alırıq digərinə. Sinifdə müxtəlif etnik qrupa aid olan xalqların nümayəndələri var. Şagirdlərdən biri öz adətinə uyğun olaraq bayramın sinifdə keçirilməsini təşkil edəndə digərləri buna qarşı çıxır və bildirirlər ki, onlarda belə adət olmadığından bu tədbirə qoşulmayacaqlar. Müəllim bayramı keçirtmir, amma şagirdləri qruplara bölür və hər qrupa özlərinin seçiminə əsasən bir xalqın mədəniyyətini əks etdirən təqdimat hazırlamağı tapşırır. Müəllimin fəaliyyəti haqqında nə demək olar? Əlbəttə, burada da olacaq. Deməli, baxaq variantlara. Bu situasiya ondan xəbər verir ki, müəllim şagirdlərinə həssaslıqla yanaşır və vəzifəsini peşəkarlıqla yerinə yetirir. Xeyr, bu olmayacaq. Digərinə keçid alırıq. Müəllim çalışdığı müəssisənin şagirdlərinə keyfiyyətli təlim keçir ki, bu da onun çalışdığı müəssisəyə loyallıq nümayiş etdirdiyindən xəbər verir. Daha sonra müəllimin şagirdə bu şəkildə yanaşması onun peşə nüfuzunun möhkəmləndirilməsinə və cəmiyyətdə müəllim nüfuzunun qalxmasına xidmət edir. Bu da olmayacaq və keçid alırıq. Bu situasiya ondan xəbər verir ki, şagirdlərdə sosial məlumatlıq kompetensiyası formalaşır, yəni formalaşdırılır. Bəli, elə bu olacaq doğru cavabımız. Digərinə keçid alırıq. Müəllim mövsümi xəstəliklər və onlardan qorunmaqla bağlı şagirdlərdə müstəqil öyrənmə bacarığı və məsuliyyət formalaşdırmaq üçün planlaşmasına müxtəlif fəaliyyətlər daxil edir. Şagirdləri qruplara bölür, mövsümi xəstəliklər, onların yaranma səbəbləri, yayılma yolları və qorunma üsulları haqqında araşdırma aparmağı tapşırır. Müəllim tədqiqat boyu sonuna dək şagirdlərə istiqamət verir. Situasiya ilə bağlı hansı fikir yanlışdır? Əlbəttə ki, burada da olacaq. Deməli, müəllim tədqiqat prosesini praktik fəaliyyətlərlə birləşdirir. Bununla öyrənmə. Bəli, bu doğrudur əslində.
Digərinə keçid edirik. Müəllimin şagirdlərə prosesdə sonadək istiqamət verməsi onların müstəqil öyrənmə bacarıqlarının formalaşmasına mane olan əsas amildir. Xeyr, bu elə yanlış olacaq. Əslində müəllim onlara, yəni ki, müstəqil öyrənmə bacarığı və məsuliyyət formalaşdırmaq üçün planlaşmasına müxtəlif fəaliyyətlər daxil edir. Və burada qeyd edir ki, sonunadək şagirdlərə istiqamət verir. Ümumiyyətlə, biz qeyd etdik ki, müəllim fasilitator, bələdçi rolunda olmalıdır, şagirdlərə istiqamət verməlidir. Keçid alırıq digərinə. Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirin. Müəllim bölmə ərzində öyrəniləcək materialın şagirdlər tərəfindən tam qavranılmasını təmin etmək üçün bölmə sonuna qədər şagirdləri öyrənmə xüsusiyyətlərinə görə qruplaşdırır. Xeyr, biz dedik ki, bu doğru yanaşma deyil. Şagirdlər qeyd edir ki, tam qavranılmasını təmin etmək üçün bölmə sonuna qədər şagirdləri öyrənmə, məsələn, hazırlıq səviyyəsi aşağı olanları bir qrupda birləşdirir, yaxud öyrənmə tərzi kinestetikləri bir qrupa əlavə edir, oxuyub yazaraq olanları bir qrupa əlavə edir. Xeyr, bu doğru yanaşma deyil. Bu sabit qruplar olur da, homogen qruplar olur. Əslində heterogen qruplarda keçilməlidir dərs. Elə A variantımız yanlış olacaq. Keçid alırıq digərinə. Müəllim şagirdə müxtəlif mövzulardan ibarət suallar təqdim edir. Əsaslandırılmış cavab vermələrini tələb edir. Şagirdlər sualları cavablandırarkən sonra müəllim müəyyən edir ki, şagirdlərin əksəriyyəti mövqe nümayiş etdirə bilmir, öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Müəllimin hansı addımı şagirdlərdə bu bacarıqların formalaşdırılmasına xidmət etməz. Deməli, şagirdlərdə əsaslandırma bacarığını inkişaf etdirmək üçün onlarda arqumentləri müəyyən etmək, bəli, bu bacarıqların öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Bu doğru olar. Digərinə baxırıq, şagirdlərə açıq tipli suallar verməklə, bəli, açıq tipli suallar veriləndə onlar öz fikirlərini ifadə etməkdə, yəni bu da onlara dəstək olacaq əslində. Digərinə keçid alırıq. Şagirdlərə müxtəlif dilemmalar təqdim edib, onların münasibətlərini bildirmələri üçün istiqamətləndirici suallar vermək. Bəli, bu zamanda öz fikirlərini ifadə edirlər. Yəni öz fikirlərini ifadə etməyə bacarığı bu zamanda inkişaf edəcək və keçid alırıq digərinə. Deməli, şagirdlərə sinif müzakirələri zamanı öz mövqeləri üzərində israrla qalmağı təbliğ etmək olar. Xeyr, ümumiyyətlə biz dedik ki, istər tənqidi təfəkkürdə, istər digər dəyərləndirmək mərhələsində idraki sahədə dedik ki, tənqidi təfəkkürdə obyektiv ola bilmək. Əgər sənin fikirlərin doğru deyilsə, qarşı tərəfin mühakiməsi doğrudursa, öz mühakiməsini kənara qoyub, həmin qarşı tərəfin fikri ilə razılaşmalıdır. Keçid alırıq, elə bu yanlış olacaq. Keçid alırıq 10-cu testimizə. Müəllim şagirdlərə tapşırıq verir. Onlardan biri əsəri təhlil etməyi və əldə etdikləri nəticələri təqdim etməyi istəyir. O, gözləntilərin qısa icmalını təqdim edir, lakin qiymətləndirmə üçün aydın meyarlar vermir. Şagirdlərdən biri tapşırığa necə yanaşacağına əmin deyil və aydınlıq istəyir. Müəllim şagirdə bunun qrup işi olduğundan öz qrupu ilə həll etməsini qeyd edir, lakin qrup üzvləri də onlardan nə tələb olduğunu anlamaqda çətinlik çəkirlər. Nəticədə təqdimatda boşluqlar yaranır, verilmiş situasiya ilə bağlı yanlış fikri müəyyən edin. Deməli, qiymətləndirmə meyarlarının aydın şəkildə şagirdlərə təqdim edilməsi, onların işin icrası zamanı nəyə diqqət etməli olduqlarını ehtiva edir ki, müəllim bunu şagirdlərə verməməklə yanlışa yol verir. Bəli, doğru yanaşmadır. Digərinə keçid alırıq. Şagird çətinlik çəkdiyi məqamları deyə bilsə də, müəllimin şagirdlərə bu cür yanaşması digər şagirdlərin qaranlıq qalan məqamlarla bağlı müəllimə müraciət etməsinə mənfi təsir göstərə bilər. Bu da doğru yanaşmadır əslində. Müəllim prosesi belə təşkil etməklə şagirdlərdə problem həll etmə və müstəqil öyrənmə bacarıqlarını formalaşdırmağa çalışır. Xeyr, elə bu yanlış olacaq C variantımız. Belə müəllimlər, əslində testimiz, sınavımız 20 testdən ibarətdir. Sadəcə
üzürlü sayın. Sağlığımda biraz problemlər var. Bir neçə gün idi izahlar da yəni çəkmirdim. Belə testlərdə izah vermirdim bu səbəbdən. Ona görə də inşallah ki, gələn yəni paylaşımlarımızda daha çox testlər paylaşım edərəm. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanala abunə olub şərh yazmağı unutmayaq.